gün təqvimdə çox özəl bir gündür. Qurban Bayramı. Bəs bu bayram nədən yaranıb və niyə bu qədər önəmlidir? Qurbanlıq anlayışı tarix boyu insanlığın Tanrı ilə əlaqəsini simvolizə edən ən qədim rituallardan biridir. İslamda qurbanlıq fədakarlıq və itaətin zirvəsi kimi Həzrəti İbrahimin hekayəsindən gəlir və həm ruhani, həm də sosial mahiyyət daşıyır. Yahudilikdə qurbanlıq günahların yuyulması üçün ibadət ritualları ilə bağlıdır. Xristian ibadətlərində isə daha çox mənəvi qurbanlıq daha ön plandadır və bu İsa Məsihin özünü insanlığın günahları üçün qurban verməsinə əsaslanır. Qurban Bayramı bugün İslam dünyasında qeyd olunan iki əsas bayramdan biridir. Hər il həcc ziyarətinin son günlərinə təsadüf edir və ay təqviminə əsaslandığı üçün tarixi hər il dəyişir. Bayram ümumilikdə 4 gün davam edir. Bu günlərdə insanlar qurbanlıq heyvan, adətən qoyun, keçi, dana və ya mal kəsirlər. Əsas məqsəd isə bu ətin bir hissəsini ailə ilə yemək, digər hissəsini ehtiyacı olanlarla paylaşmaqdır. Yəni bu bayram həm şükranlıq, həm də sosial həmrəylik günüdür. Hətta son illərdə bir çox insan onlayn qurban xidmətlərindən istifadə edir. Bu zaman siz sadəcə ödəniş edirsiniz, qurban isə müəyyən yerlərdə kəsilib ehtiyac sahiblərinə paylanır. Paylaşmaq gözəldir və sən də bu videonu paylaşaraq yaxınlarını təbrik edə bilərsən. Əziz müsəlmanlar, hər birinizi bayram münasibəti ilə ürəkdən təbrik edirəm.